Hər vaxtınız xeyir. Qrant müsabiqələrini haradan tapmaq olar və ya yeni elan olunan qrantlar barəsində məlumat almaq üçün hansı mənbələrə diqqət yetirməliyəm suallarının cavabları sizi də maraqlandırırsa, o zaman bu video məhz sizin üçündür. Gəlin, başlayaq. Qrantları yerli və xarici kimi iki böyük kateqoriyaya ayıra bilərik. Yerli qrantlar Azərbaycanda fəaliyyət göstərən və yerli qeydiyyatda olan müəssisələr və qurumlar tərəfindən verilir. Bu qrantların alınması 3 əsas mərhələdən ibarət olur. 1. Qranta müraciət. 2. Müraciətin komissiya tərəfindən dəyərləndirilməsi. Və 3. Qrantların ayrılması, köçürülməsi mərhələsi. Bu tip qrantlarda yerli Azərbaycan təşkilatları iştirak edir. Xarici qrantlar isə öz növbəsində digər ölkələrdə qeydiyyatda olan və baş ofisləri xaricdə yerləşən təşkilat və qurumların büdcəsindən gəlir. Həmin qrantların alınmasında bundan öncə qeyd etdiyim 3 mərhələdən savayı, həmçinin qrantın qeydiyyatı üçün Ədliyyə Nazirliyinə qrant müqaviləsinin təqdim edilməsi mərhələsi də mövcuddur. Yerli müsabiqələrdən fərqli olaraq, xarici qrant müsabiqələrində Azərbaycandan əlavə digər ölkələr də öz şansını sınayır. Qrantın yerli və ya xarici olmağından və hansı qurum tərəfindən elan edildiyindən asılı olmayaraq, demək olar ki, bütün qrantların müraciət prosesi oxşar olur. Müraciət zamanı verilən suallar və tələb olunan formlar bir müsabiqədən digərinə cüzi fərqlənir. Mövzular qrant müsabiqəsini elan etmiş qurumun prioritetlərindən asılıdır. Məsələn, Təhsil Nazirliyinin elan etdiyi son qrant müsabiqəsinin mövzusu təhsildə könüllü fəaliyyətin təşkili ilə bağlı idi. Beləliklə, təşkilatınızın əsas fəaliyyət istiqamətindən asılı olaraq siz bütün mümkün qrantlar arasında ən uyğun gələni seçib, həmin müsabiqəyə layihə təklifi irəli sürürsünüz. Müddətindən və büdcəsindən asılı olaraq qrantlar kiçik, orta və ya böyük həcmli olur. Həm yerli, həm xarici qrantlar arasında sizin ideyaya və layihə təklifinizə uyğun gələn həcmdə qrant tapmaq mümkündür. Eyni zamanda, qrantların məbləğləri və qaliblərin sayı da müsabiqədən müsabiqəyə dəyişir. İndi isə gələk əsas suala. Həmin qrant müsabiqələrini haradan tapa bilərəm? İlk nümunə olaraq Azərbaycan Respublikası Gənclər Fondu tərəfindən elan edilən qrantlar haqqında danışacağıq. Gənclər Fondunun qrant müsabiqələri ölkəmizdə daim keçirilən və hər il elan olunanlardandır. Müsabiqə çərçivəsində fonda yerli layihələr, beynəlxalq layihələr və fiziki şəxslərin layihələri kateqoriyaları üzrə müraciətlər daxil olur. Gənclər Fondu həmçinin növbədənkənar və struktur qrantlarını da təqdim edir. Bu qrantlara müraciət etmək və bundan öncəki müraciətlərinizə nəzər yetirmək üçün Azərbaycan Respublikası Gənclər Fondunun rəsmi internet səhifəsinə daxil olaraq elektron xidmət bölməsinə keçid alırsınız və beləliklə təşkilatınızın şəxsi kabinetinə daxil olaraq bütün məlumatları əldə edirsiniz. Qrantlar haqqında elanlar Gənclər Fondunun sosial şəbəkə səhifələrində paylaşılır. Məhz bu səbəbdən hər hansısa qrant müsabiqəsinin elan olunduğu anda xəbər tutmaq istəyirsinizsə, həmin qurumun və ya həmin təşkilatın səhifəsini diqqət mərkəzində saxlayın. Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Agentliyi də ildə bir neçə dəfə fərqli həcmli və müxtəlif mövzulara aid qrant müsabiqələrini elan edir. Onlar arasında məişət zorakılığına qarşı mübarizə, Şuşa ili, Qərbi Azərbaycanlıların qayıdış konsepsiyası, COP29 və s. kimi mövzular misal olaraq gətirilə bilər. Bu qrant müsabiqələri haqqında daha ətraflı məlumat toplamaq üçün ngoagency.gov.az internet səhifəsinə daxil olaraq baş səhifədə iştiraka açıq qrant müsabiqələrini görə bilərsiniz. Digər yerli qrantların axtarışının ən asan yolu qht.az saytına daxil olaraq qrantlar bölməsinə keçid almaqdır. Həmin bölmədə siz yerli qeyri-hökumət təşkilatları üçün elan edilən bir çox qrant müsabiqəsi haqqında öyrənə bilərsiniz. Ümumi məlumatdan savayı orada siz həmçinin tələb olunan sənədlər, son müraciət tarixi, büdcə, fəaliyyət planı və s. kimi formların nümunələrini və digər zəruri məqamlar haqqında məlumat ala bilərsiniz. qht.az saytı haqqında daha çox bir toplu kimi düşünə bilərsiniz. Qrantlar fərqli nazirliklər, agentliklər və ya fondlar tərəfindən elan edildikdən sonra həmin qht.az saytının elan toplusuna daxil olur. Qrantlar haqqında oxuyarkən müraciət linklərinin fərqli olduğu diqqətinizi çəkəcək. Hər qurumun özünə məxsus müraciət yolu var.
Bir çox halda bu proses qrant müsabiqəsini elan edən qurumun rəsmi internet səhifəsi üzərindən aparılır. Digər hallarda müraciət e-mail üzərindən və ya poçtla qurumun ünvanına yollanılır. Bu səbəbdən qaydalarla son müraciət tarixindən bir neçə həftə əvvəl tanış olmaq zəruridir. Ölkəmizdə hər il gənclər və gənclər təşkilatları üçün saysız qrant müsabiqələri elan olunur. Bundan öncə qeyd etdiklərimə əlavə olaraq Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Elm və Təhsil Nazirliyi, Elmin İnkişaf Fondu, Mədəniyyət Nazirliyi və digər qurumlar tərəfindən keçirilən müsabiqələr də baş tutur. Bu cür imkanları qaçırmamaq üçün nazirliklərin, fondların və digər qurumların saytlarını tez-tez yoxlayın. Onların sosial şəbəkələrdəki rəsmi səhifələrinə abunə olun və qrant haqqında paylaşım gördükdə infosessiyalara qatılın. Bu məlumatı digər gənc yoldaşlarınızla bölüşün və əlbəttə ki, şansınızı sınayın və müraciət edin. Xarici qrantlara gəldikdə isə, fəaliyyət istiqamətinizdən asılı olaraq qarşınıza müxtəlif müsabiqələr çıxa bilər. Bu videoda 6 qrant haqqında məlumatı sizlə bölüşəcəm. Birincisi, ildə bir dəfə elan edilən və Avropa İttifaqı qrantı sayılan Erasmus Plus layihəsidir. Azərbaycan təşkilatları bu proqram çərçivəsində təhsil, təlim, gənclərin inkişafı və davamlı inkişaf mövzuları üzrə layihələrlə müraciət edə bilərlər. Daha ətraflı məlumatı aşağıda qeyd olunan linkdən götürmək olar. İkinci variant Birləşmiş Millətlər Təşkilatı qrantlarıdır. BMT-nin müxtəlif agentlikləri Azərbaycan təşkilatlarına davamlı inkişaf, iqlim dəyişikliyi, yoxsulluğun azaldılması, təhsil, mədəni irs, uşaqların və gənclərin müdafiəsi sahələrində və digər bu kimi layihələr üçün qrantları təqdim edir. Bu qrantlar adətən regional ehtiyaclara əsasən və ya illik əsasında elan edilir. Ətraflı məlumat üçün UNDP, UNICEF, UNESCO və BMT-nin digər səhifələrində oxuya bilərsiniz. Növbəti olaraq Dünya Bankının Kiçik Qrantlar Proqramı yoxsulluğun azaldılması, təhsil, səhiyyə və icma inkişafı layihələrinə dəstək verir. Bu qrantlar adətən ildə bir dəfə elan edilir və 50 min dollara-dək maliyyə dəstəyi ilə təmin edir. Daha ətraflı məlumatı bu linkdən öyrənə bilərsiniz. Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyi USAID də Azərbaycan təşkilatları üçün iqtisadi inkişaf, səhiyyə və təhsil sahələrində müxtəlif qrant imkanlarını təqdim edir. Bu qrantlar adətən ildə bir dəfə və ya 2 dəfə təşkil edilir. Avropa Gənclər Fondu həmçinin müxtəlif mövzular üzrə gənclər təşkilatları üçün maliyyə dəstəyi təmin edir. Bu qrant yerli təşkilatların kifayət qədər tanış olduqları birisidir. Ona görə daha təcrübəli təşkilatlarla ünsiyyət qurub, onların təcrübələri və verə biləcəyi məsləhətlər haqqında soruşmaqdan çəkinməyin. Daha ətraflı məlumatı aşağıda qeyd olunan linkdən ala bilərsiniz. Xarici qrantlar silsiləsindən ən son sizlə bölüşmək istədiyim qrant Beynəlxalq Vişeqrad Fondunun Vişeqrad Plus qrantıdır. Vişeqrad Plus Azərbaycan da daxil olmaqla şərq tərəfdaşlığı ölkələri üçün nəzərdə tutulub. Bu qrantın əsas şərti ən azı 3 Vişeqrad ölkəsi, yəni Çexiya, Macarıstan, Polşa, Slovakiya ölkələri ilə əməkdaşlıq etməkdir. Qrant müsabiqələri ildə 3 dəfə keçirilir və adətən fevral, iyun və oktyabr aylarında qəbul edilir. Əsas mövzular regional əməkdaşlıq, innovasiya, gənclər mübadiləsi və təhsildir. Daha ətraflı məlumatı həmişə olduğu kimi fondun rəsmi internet səhifəsində tapa bilərsiniz. Digər oxşar imkanları həmçinin Azərbaycanda fəaliyyət göstərən səfirliklər təqdim edir. Adətən onlar qrant müsabiqələri və maliyyə dəstəyi haqqında məlumatı e-mail vasitəsilə həmin ölkələrdə təhsil almış azərbaycanlılarla bölüşürlər. Odur ki, xarici universitet məzunları olan dost və ya yoldaşlarınızla belə qrant imkanları müzakirə edin və onlardan məlumat alın. Hələlik məndən bu qədər. Ümid edirəm ki, bu videoda paylaşdığımız məlumat siz və əhatənizdə olan gənclər üçün faydalı olacaq. Növbəti videolarda qrant müsabiqələrinə müraciət formunun necə hazırlandığı haqqında daha ətraflı öyrənəcəyik. Unutmayın ki, qrant müsabiqələri nə qədər rəqabətli olsalar da, rəqabət tərəqqiyə təkan verən stimuldur. Məhz bu səbəbdən layihə təklifləri üzərində düşünün, onları təkmilləşdirin və birmənalı olaraq müraciət edin. Hər birinizə fəaliyyətinizdə uğurlar.